Bismillah və salatu və selamu alə Rasulillah. Fiqh dərsimizdə də biz sular bölümündə tahur olan suyu keçmişdik. Tahur olan suyu keçdik. Tahur olan əhkamlarını izah elədik. Orada da dayandıq. Bu səfər isə ikinci növə keçəcək. Tahir olan su. Tahir olan su. Və tahir olan suyu müəllif deyir ki, onu hədəsdən başqasında hədəsi qaldırmaq və xabəsi izalə etməkdən başqa şeylərdə istifadə etmək olar. Yəni, bu o deməkdir ki, bu suyu hədəsi qaldırmaqda istifadə etmək olmaz. Nə də ki, xabəsi aradan qaldırmaqda, xabəsi təmizləməkdə istifadə etmək olmaz. Yəni, o deməkdir ki, bu suyla sən nə dəst namaz ala bilərsən, ya da misal üçün istinca edə bilərsən. Nə dəstəmaz alma üzr istəyirəm, nə də istinca edə bilərsən. Yəni olmaz. Bu suyundan olmaz. Və tahir üçün deyirlər ki huvəl mə'u tahirun fi nəfsihi və qeyru mutahirun li qeyrihi. Yəni özlüyündə təmiz olan, lakin başqasını təmizləməyən suya deyirlər. Və müəllif bunu deyir ki, dəstəmaz, yəni hədəsi aradan qaldırmaqda və xabəti təmizləməkdə istifadə eləmək olmaz. Bu deməkdir ki, adət olan şeylərdə istifadə eləmək olar. Misal üçün, içmək olar. Çörək, yemək bişirməkdə olar istifadə eləmək. Caizdir. Və müəllif məsələn, tahir olan suya misal verim. Misal başa düşəsiniz. Tahir olan suya həm də tutaq ki, bir soku götürüb sıxırıqsa əgər biz və ya da bir qızılgülü götürüb sıxırıqsa, qızılgüldən əmələ gələn su, o da tahir olana daxildir. Yəni, onlarda istifadə eləmək olmaz. Həmçinin, burada misallar verəcək, tahir olan su odur ki, suya bir şey qatmışsansa, sən onu deməli qaynatmışsansa və o su eləncə dəyişibsə o cür, o da tahir olan suya aiddir və o da deməli bu növdür. Bu növ nədir? Dedi ki, hədəsi aradan qaldırmaz və xabəsi təmizləməz. Bir dəqiqə gözləyin qardaşlar. Deməli dedik ki, bu növ su nə hədəsi aradan qaldırır, nə də xabəsi. Nə hədəs, nə də xabəs. Lakin adət olan işlərdə istifadə eləmək olar. Və müəllif davam edir, deyir ki وَهُوَ مَا تَغَيَّرَ كَثِيرٌ مِنْ لَوْنِهِ أَوْ تَعَمِهِ أَوْ رِيحِهِ Bir şeyin tahir. O, yəni tahir olan su odur ki, rəngindən, dadından və ya qoxusundan, rəngindən və ya dadından və ya qoxusundan təmiz olan bir şey səbəbi ilə çoxca dəyişmiş şeydir. Ya, istəyirsiniz qeyd edin. Deməli, dadının və ya rənginin və ya qoxusunun təmiz olan bir şey səbəbi ilə çoxca dəyişmiş sudur. Buna tahir deyirlər. Buradan biz nəyi götürürük? Buradan biz onu götürürük ki, əgər azca dəyişərsə, bu su tahir olmaz, tahur olaraq qalar. Azca dəyişərsə, tahur olaraq qalar. Deməli, çox dəyişməsi şərtdir. Bu faydanı qeyd edin ki, unutmayasınız. Nə üçün belə deyirlər? Çünki şəriətdə Allah Teala bizə deməli, hədəs və xabəsi aradan qaldırmaq üçün, taharət üçün suyu nazil etdiyini buyurur. Su. Əgər bir suyun bu üç vəsfindən biri dəyişərsə, suyun üç vəsfindən biri dəyişərsə,
o qədər o dərəcədə ki, artıq biz ona su deyə bilmirik. Yalnız bir şeyi əlavə etməklə onu vəsf edirik. Misal üçün deyirik ki, tutaq ki, qızılgül atmışsan, qızılgüldə qaynayıb orada. Biz ona deyirik, bu qızılgül suyudur. Və yaxud da bir şey mərci atmışsan, qaynatmışsan, deyirik, mərci suyudur. Yəni, bu kimi vəsflər, yəni mutlaq olaraq yox, qeyd ilə zikr ediriksə, bu artıq su sayılmır. Çünki bu üç vəsfindən biri dəyişib. Rəngi, qoxusu və dadı. Rəngi, qoxusu, dadı. Və burada suyun çoxluğu ilə azlığı arasında fərq yoxdur. Burada suyun çoxluğu ilə azlığı arasında fərq yoxdur. İstər su az olsun, istər çox olsun. Bu üç vəsfindən biri dəyişərsə, o su tahir olur. Üç vəsfindən biri dəyişir, su tahir olur. Hətta suyun miqdarı çox olsa belə, bu üç şey vəsfindən biri dəyişərsə tahir olur. İzah edə bildimmi? Əgər izah edə bilmədimsə, yenə də saxlayıb, sual verib soruşa bilərsiniz və sualınızı da xahiş edirəm, səsli verin. Və müəllif davam edir ki, فَاِنْ زَالَ تَغَيُّرُهُ بِنَفْسِهِ عَادَ ilə tahuriyyətihi. Əgər dəyişiklik, suda olan dəyişiklik öz-özünə aradan qalxarsa, o zaman su təmizliyinə qayıdar, yəni tahur hökmünə qayıdar. Əgər sudakı dəyişiklik, məsələn, suyun tutaq ki, qoxusu dəyişmişdirsə, lakin sonradan təzədən qoxusu öz-özündən gedərsə, tərk edərsə, o zaman su təzədən əvvəlki kimi qayıdar tahuriyyətinə. Çünki suyu tahurluqdan çıxarıb tahir edən səbəb aradan qalxmış olur. Səbəbin aradan qalxması ilə də hökmün aradan qalxması lazımdır. Və müəllif davam edir, deyir ki, وَمِنَ الطَّاهِرِ tahir olan sudan مَا كَانَ قَلِيلًا وَاسْتُعْمِلَ فِي رَفْعِ حَدَثِ. Və burada xüsusi bir növü qeyd edir. Tahir olan suya həmçinin aiddir ki, qalil olan, indi burada bayaq qardaşın zikr edir, işarə elədiyinə gəlsin, qalil olan, yəni az olan isə o deməkdir ki, burada qəsd olan 2 qüllədən az miqdarı. Az olan وَاسْتُعْمِلَ فِي رَفْعِ حَدَثِ. Hədəfin aradan qaldırılmasında istifadə edilmiş sudur. Yəni, bir su ilə sən dəstəmaz almışsansa və yaxud da qüsl almışsansa, o su nə olur? Tahur hökmündən keçir tahir hökmünə. Misal üçün, az bir miqdar sudur və sonra ora içinə girib dalırsan içinə və orada tutaq ki, qüsl alırsan. Bu su artıq nə olur? Əgər o sudan sən ayrıldınsa, çıxdınsa, o su nə olur? O su olur tahir. Tahuriyyətini itirir o su. Olur tahir. Lakin burada alimlər bir şeyə diqqət çəkirlər və deyirlər ki, fi qeyri məhəlli tathir. Yəni, məsələn, tutaq ki, sən dəstəmaz alırsansa, dəstəmaz. Dəstəmaz alanda dəstəmaz tökürsən, tutaq ki, qolunun üstünə. Qolunun üstündə yuyanda, o su nə qədər ki, sənin qolunun üstündə də o su tahur olaraq qalır. Baxmayaq ki, o su hələ də, məsələn ki, bir neçə saniyə sənin qolunun üstünədir. O su tahur olaraq qalır. Nə qədər ki, qolunun üstündə tərəddüd eləyir o, tahur olaraq qalır. Ayrıldı mı, qolundan ayrıldı mı və bu mən qəsdim odur ki, birinci dəfə yumanı deyirəm, birinci dəfə yumanı. Çünki hədəsi qaldıran birinci dəfə yuduğundur. İkincisi, üçüncüsü sünnətdir, onlar hədəsi qaldırmır, lakin sünnətdir. Aydındır, izah edə bilirəm, yoxsa yox. Əgər nəsə qaranlıq qalırsa, çünki bu məsələnin bu hissələri biraz xüsusi diqqət tələb edir. Çox qardaşda ola bilər ki, nələrsə başa düşməsinlər. Əgər sən girmisənsə kiçik olan az miqdarda suya
orada qusul almısansa, çıxmısansa oradan, o su artıq tahuriyyətini itirir. Su tahuriyyətini itirir. Və lakin bu oradan başa düşürük ki biz, əgər su çoxdursa, sən ona girib əgər qusul alırsansa, bu tahuriyyətini itirmiş sayılmaz. Çünki biz dedik ki, burada müəllif qeyd eləyir. Müəllif qeyd eləyir və deyir ki, su əgər azdırsa, deməli çox olarsa, heç bir təsiri olmaz. Həmçinin burada həm böyük hadəsi aradan qaldırmaq və kiçik hadəsi aradan qaldırmaq, bir də ölünü yumaq da bura aiddir. Qeyd edin, ölünü yumaq da bura aiddir. Eləcə də ölünü də yuyarsansa, ya ölünü bir suya daxil edib, yəni kiçik az miqdarda suya daxil edib, orada yuyarsansa, o suda tahuriyyətini itirmiş olur. Və təbii ki, bütün bunların hamısının məzhəb daxilində dəlilləri vardır. Və qeyd edin ki, su yalnız hədəsi arada qaldırmaq üçün yuyub istifadə edildikdən sonra, yəni əgər əzadan ayrılarsa, onda artıq tahir olur. Ayrılmadan əvvəl hələ də tahur olaraq qalır. Buradan həm də başa düşürük ki, əgər az miqdarda su, yəni qalil olan, az miqdar olan su, müstəhəb olan dəstəmazlarda istifadə olunarsa, məsələn, müstəhəb olan və yaxud da cümə qüslunda istifadə olunarsa, bu nədir? Tahuriyyətini itirmir. Çünki biz dedik ki, raf'ul hədəfdə istifadə olunması lazımdır. Yəni, hədəfi arada qaldıracaq şəkildə istifadə edilməsi lazımdır. Misal üçün, sən əgər dəstəmaz alırsansa, ikinci və üçüncü qaslədə, yumaqda istifadə edirsənsə, oradan qolundan axan su hələ də tahur olaraq qalır. Tahir deyildir. Yaxud da dəstəmazı təzəliyirsənsə, hələ də həmin su nə olur? Tahur olaraq qalır. Tahuriyyəti o sudan ayrılıb getmir. Deməli, onu da qeyd edeyim. Teymur qardaş soruşur, deyir, lakin məkruhdur. Və burada bir fayda zikr edəcəm sizə. Bu məsələdə biz daha dərsimizin müqəddiməsində başlayanda biz demişdik ki, məzhəbdə möhtəməd kitablar 2 kitabdır, ən möhtəməd. Əl-Həccavunə Əl-İqna kitabı, bir də Əl-Fətuhinin Muntəhə Əl-İradət kitabı. Deməli, Muntəhə Əl-İradət kitabında, həmçinin Əl-Mərdavinin Ət-Tənqih kitabında, həmçinin Əl-İnsaf kitabında və İbn Teymiyyə tələbəsi İbn Muflihin Əl-Furu kitabında, bu İbn Muflihin nəvəsi Bədruddin İbn Muflihin Əl-Mubdi kitabında, bu kitabların heç birində demir ki, bu su məkruhdur, demir. Bu kitabların zahirindən başa düşülür ki, bu suyun, yəni qəsdim ondadır ki, bu qardaşın verdiyi sual, yəni əgər müstəhəb olan taharətdə istifadə olunubsa, əgər bu su, tahur olan su, müstəhəb olan taharətdə istifadə olunubsa, tahuriyyətini itirmir. Və dediyim bu kitablarda qeyd eləmirlər ki, bu sudan istifadə eləmək məkruhdur. Bir dənə Əl-Həccavi Əl-İqna kitabında açıq-aşkar deyir ki, bu sudan istifadə eləmək məkruhdur. Alimlərdə qayda budur ki, əgər aşkar sözlə zənni bir söz ziddiyyət təşkil edərsə, aşkar sözə üstünlük verilir. Baxmayaraq ki, Əl-Muntəhə Əl-İqnadan daha möhtəməddir, lakin Əl-Muntəhənin zahiri bunun məkruh olmamasını tələb edirsə, Əl-İqna kitabının aşkar ləfzi bunun məkruh olmasını tələb edir. Ona görə aşkar ləfz zahir olana deməli, daha üstündür, ona görə aşkar ləfzə üstünlük verilir. Bu fayda olaraq bunu sadəcə olaraq başa düşün ki, kitablarla müamilə etməyin də öz metodları vardır.
Və deməli bu dediyimiz kimi tahirin növlərindən biri idi. Başqa bir növü də deyir ki, müəllif başqa növdə deyir ki, əv və yaxud yəni yeni bir növdür ki, əv inğaməsət fihi kullu yedil muslimiyəl mükəlləf ən-naim leylən nəvmən yanqudul vudu'a qablə qaslihə thəlâthən biniyyətin və təsmiyyətin və zəlikə vacib. İkinci hal isə odur ki, mükəlləf müsəlmanın əlinin əlinin tamamının gecə dəstəmazı pozacaq şəkildə yatdıqdan sonra o əli 3 dəfə niyyət və təsmiyə ilə yumadan əvvəl suya daxil etməsidir. İndi bu biraz qəliz oldu, lakin izah edəcəm. Bir nöqtə qeyd edin ki, başa düşəsiniz. Birincisi, biz bu cümlənin axırından başlayaq. Gecə yatan müsəlman, dəstəmazı pozacaq şəkildə yatan, yuxuya gedən müsəlman. Ona səhər duranda məzhəbin görüşünə görə əllərini niyyət və bəsmələ gətirərək yuması və 3 dəfə yuması vacibdir. Qeyd edin, gecə yuxusundan duran müsəlmanın səhər durduqda birinci olaraq əllərini 3 dəfə niyyət və bəsmələ gətirərək yuması vacibdir. Və qeyd edin ki, əgər bəsmələni bu zaman yuyarsa, bu niyyətlə yuyarsa, lakin bəsmələni unudarsa, o zaman bəsmələ hökmündən düşür. Yəni, yuyub qutarından sonra yadına düşürsə ki, bəsmələ demədi, zərəri yoxdur. Səhihlik keçərlidir. Lakin niyyəti olması şərtdir. Yəni, gələrsə, o niyyət olmadan sadəcə olaraq vərdiş elədiyi üçün götürüb 3 dəfə yuyarsa, sayılmaz. Gərək mütləq təzədən niyyət gətirsin və niyyəti olsun ki, gecə yatdığı yuxudan oyandığı üçün əlini yuyur. Bu niyyəti ürəyindən keçirməlidir. Və müəllif deyir ki, əgər yuxudan oyanarsa, bunun şərtləri var. Birincisi, yuxu gecə yuxusu olmalıdır. Qeyd edin, yuxu gecə yuxusu olmalıdır. 1. İkincisi, dəstəmazını pozacaq qədər olmalıdır yuxu. Dəstəmazını pozacaq qədər olmalıdır yuxu. Əgər az da yatsa, az da yuxuya getsə, az da tez də oyansa, bu dəstəmazı pozmaz. Üçüncüsü, müsəlman olması gərəkdir. Kafir aid deyil bu. Dördüncüsü, mükəlləf olması gərəkdir. Beşincisi, əl olmalıdır. Ayağı salsa, dəxli yoxdur. Ayağı yox, əli olmalıdır. Əl deyəndə də barmaqlardan biləyə qədər olan hissədir. Onda qeyd edin ki, şəriətdə əgər əl deyilirsə, yəd deyilirsə, bu başa düşürür. Barmaqlardan biləyə qədər olan hissə başa düşürür. Və neçənci şərt oldu bu? Daha bir şərt gelin ki, əl tamamilə girmiş olması gərəkdir. Əlin əgər bir hissəsi girərsə, sonra tez yadına salarsa, çıxardarsa, bu pozmuş saymaz. Suyun tahuriyyətinə zərəri yoxdur. Suyun tahuriyyətinə zərəri olmaz. Və qeyd elədim ki, bunun əli 3 dəfə niyyət və təsmiyə ilə, yəni bəsmələ ilə yumadan qabaq edilməsi halında keçərlidir. Əgər səhərsə durarsa, 3 dəfə niyyət ilə və bəsmələ çəkərək əllərini yuyarsa, ondan sonra suya batırarsa əlini, bu suya heç bir təsiri olmaz.
su tahur olarak qalar. Su tahur olarak qalar. Və qeyd edeyim ki, bu məsələ məzhəbin mufradatlarındandır. O demək ki, yalnız Həmbəli məzhəbində hökm belədir. Qalan digər məzhəblərdə belə deyildir. Səbəbi də ondadır ki, bu barədə gəlmiş hədis İmam Əhmədə görə təabbudidir. Yəni, hökmün illəti bilinmir. Biz əql eləyə bilmirik hökmün illətini. Çünki İmam Əhməd deyir ki, əgər insan gecə yatarkən əllərini bağlamış olsaq belə, yenə də hökm keçərlidir. Yenə də hökm keçərlidir. Yəni, bu, İmam Əhmədə görə bu, insanın yatarkən əlini harasına aparıb qaşıması ilə bağlı deyil də, yəni əlinə qan və yaxud da nəcis falan bulanma ehtimalına görə deyildir İmam Əhmədə görə. İmam Əhmədə görə bu hökm təabbudidir. Hökm təabbudi olduğu üçün İmam Əhməd deyib ki, su tahuriyyətini pozar. Çünki qayda budur ki, ən-nəhi yəqtədi əl-fəsad. Nəhi, qadağa, fəsad, bir şeyin fasid olmasını tələb edir. Yəni, əgər əli salmağı, suya əli salmağı qadağan edirsə, deməli, o suya bir təsirinin olmasına görə qadağan edir. Ona görə İmam Əhməd deyib ki, təsiri burada o ola bilər ki, tahur olan suyu tahirə çevirir. Əgər desəydik ki, bu hökmün illəti İmam Əşşafinin dediyi kimi, İmam Əşşafi deyir ki, Hicaz bölgəsində havalar çox isti olardı və orada su az olduğu üçün insanlar deməli, isticmal edərdilər. Yəni, istincə su ilə yox, daşla və yaxud da bu növ qəbildən olan şeylərlə edərdilər və bilirik ki, sudan fərqli olaraq daş həmin yeri, yəni insanın arxa hissəsini nəcasəti tam təmizləmir. O nəcasətin qalıqları qalır, quruyur. Və deyir ki, İmam Əşşafi deyir ki, gecələr yatdıqda ola bilsin ki, insan tərliyir, isti olur və əlin bir xəbəri olmur, qaşı ilə ora-bura vurur və əlin nəcasəti bulaşır. Və əlini suya sala bilər və su da pozula bilər. Lakin əgər hökmün illəti budursa, o zaman əli əgər bağlı yatsa o, səhərsi durub əlimizi sala bilərik. Peyğəmbərin sallallahu aleyhi ve sellem hədisi isə mütləq ləfzlə gəldiyi üçün, çünki deyir, bilmir əli harada yazıb. Deməli, bəzi alimlər deyir ki, burada məqsəd sadəcə o deyildir. İbn Teymiyyə deyir ki, burada qəsd odur ki, şeytan əli ilə oynayır onun gecə. Yəni, izahlar çoxdur, bu məsələyə toxunmaq istəmirəm. Lakin qəsd ondadır ki, bu məsələnin məzhəbdəki hökmü sırf məzhəbə xasdır. Cümhur uləma buna görə şey eləməyiblər. Yəni, hökmün suyun tahuriyyətini alıb götürməyiblər sudan. Və deməli, bu oldu tahir olan suyun növlərindən biridir. Və yenə danışdıq, dedik ki, əgər durarsa və səhər gecə yuxusundan durarsa, o zaman nə eləməsi vacibdir? Əllərini 3 dəfə yuması vacibdir. Və sonra müəllif keçir 3-cü növ sudan danışır, deyir ki, əthəlisu nəcəsun, nəcəs olan suyudan danışır. Və nəcəs olan suyu deyir ki, yəhrumu istəməluhu illə li daruratin. Yalnız zərurətdə istifadəsi caizdir. İstifadəsi ümumiyyətlə caiz deyilir. Yalnız zərurətdə caizdir. Və la yərfa'ul hədəsə və la yuzilul xabəsə. Hədəsi aradan qaldırmaz və xabəsi təmizləməz, götürülməz. Deməli, bu üçüncü növdür. Və nəcəs olan su, yəni əl-mutanəcis. Yəni, o deməkdir ki, tənəccüs olmuş, murdarlanmış sudur. Və Əl-Muntəhə kitabında bu növ su iki yerə ayrılır. Birincisi, deməli,
üç vəsfindən biri, birinci növ yazın, üç vəsfindən biri qarışmaq və yaxud da bir şeyin yanında olması səbəbilə çox və yaxud da az miqdarda dəyişməsi iləndir. Tahir olan suda dedik ki, az miqdarda təmiz olan şey səbəbi ilə dəyişməsi təsir eləməz. Lakin burada elə deyildir. Burada nəcis olan bir şeyin səbəbi ilə, murdar, yəni nəcis olan, yəni sidik, ifrazatlar, qan, bu kimi şeylər və yaxud da şərab, bu kimi şeylərin səbəbi ilə üç vəsfindən birini az və yaxud da çox dəyişərsə, deməli, nədir bu? Bu iki növdən biridir. İkinci növ isə odur ki, az miqdarda suya, yəni birinci növdə suda fərq eləmir, az və ya çox suda da olsa, yəni üç vəsfindən biri nəcis olan bir şeylə az və ya da çox olaraq dəyişərsə, o su, o da nəcis sayılır. Tutaq ki, 2 qüllədən çox sudursa, həmin su bir kimsə gəlib ora işiyirsə, tutaq ki, ona görə onun dadı və yaxud da rəngi və yaxud da qoxusu, suyun qoxusu dəyişirsə, az da dəyişmiş olsa, deməli bu su nəcis su sayılır. İkincisi isə 2 qüllədən az miqdarda olan suya nəcisin düşməsi, hətta vəsflərindən biri dəyişməmiş olsa belə, aydındır, başa sala bildim yoxsa yox? Başa sala bildim yoxsa yox? Sonra devam edir ki وَهُوَ مَا وَقَعَتْ فِيهِ نَجَاسَةٌ وَهُوَ قَلِيلٌ. Yəni keçir növlərini deyir. Biz artıq bunu qısa olaraq 2 növdə zikirlədik. O müəllif burada onları bir sayır. Deyir ki, az miqdar olan suya nəcasətin düşdüyü sudur. Yəni, az miqdarda suya nəcasət düşərsə fərqi yoxdur. Dəyişdi, dəyişmədi, o nəcis sayılır. اَوْ كَانَ كَثِيرًا وَتَغَيَّرَ بِهَا أَحَدُ أَوْصَافِهِ. Və yaxud da su çox olarsa, su yəni 2 qüllədən çoxdursa, o 3 vəsfindən, yəni nəcasət səbəbi ilə 3 vəsfindən biri dəyişmiş olarsa, deməli bu 2 növü qeyd elədik. Bununla inşallah kifayətlənək. Allahın izni ilə gələn dərsimizdə bu barədə daha geniş ətraflı izahat verəcək. Çünki artıq bu dərs üçün ayırdığımız vaxtın keçdiyini görürəm. Əgər suallarınız varsa, qardaş da suallarınızı verin. Və suallarınızı səsli verin. Suallarınızı səsli verin inşallah. Bəli, qardaş. Deməli, burada yazdığım kimi, əgər misal üçün bir qabda az miqdarda su olarsa, o qabdan istifadə edin, qıraqda amma yuyarsa, dəstəmaz alırsa, tam şəkildə, o qabda qalan su sahibi hökmünə düşür, yoxsa yalnızdan əlindən tökülən su sahibi hökmünə? Əgər qabdakı su hədəslisənsə sən, əgər qaba əliyi salırsansa, sən su götürürsənsə, əliyi salırsan, su götürürsənsə, yəni əzaları yuyursansa, o su da nə olur? Tahuriyyətini alır. Amma əgər bir qabla götürürsənsə, sən qıraqda tökürsən, yuyursansa, o zaman o götürdüyün qabın içindəki su, hansı ki əzalarından ayrılır, o su tahuriyyətini itirmiş olur. Çünki sən əgər əliyi salırsansa suya,
yuyursansa, yəni 50 saat suyu götürürsənsə suyu, həmin su elə bir ki, bir növ 50 saldığın qabdakı suda əzaların yuyulmasında iştirak edir. Ona görə tahuriyyətin gedir. Amma ona toxunmadan sadəcə o qabla götürürsənsə, qıraqda tökürsənsə əzaların üstünə, o qırağı tökürsən, tutaq ki suyu, altda da bir ləyən qoymusan və su əlindən axırsa, tökülürsə ləyənin içinə, o su təmiz su sayılır. Təmiz, yəni tahir olan sudur, tahur deyildir. Aydındır? Hə. Tahur olan suyun nəzif olması, çox miqdarda yalnız rəsmindən biri dəyişməsə olur. Yəni dəyişməsə olur. Bir də az miqdarda olanda isə yalnız dəxli yoxsa, yəni rəsmindən biri dəyişməsə olur. Nəcis olan su əgər miqdarı azsa, ora nəcis düşübsə, heç onun nəcasəti sən görməsən gözünlə belə, gözünlə görməsən belə. Lakin bilirsən ki, ora nəcasət düşüb. Bilirsən ki, orada nəcasət düşüb, o su nəcis sayılır. Orada 3 vəsifdən birinin dəyişməsi şərt deyildir. 3 vəsifdən birinin dəyişməsi şərt deyildir, az miqdarda olan suda. Lakin çox miqdarda o su, çox miqdardadırsa, o suda artıq 3 vəsifdən birinin dəyişməsi şərtdir. Bəli, Teymur qardaş. Deməli, biz dedik ki, mükəlləf müsəlmanın gecə yatdığı müddətdə dərs namazı pozulacaq, sonra əllərini suya daxil edərsə, o deməkdə gedər. Burada gecə ilə qəsd olunan yenə də məğribdən fəcrin girməyinə qədərdir. Hə, məğribdən... Məğribdən sonra yatarsa, işaya qədər durarsa, yenə də həmin mümkündür. Əgər hədisin şərhinə görə فَإِنَّهُ لَا يَدْرِي أَيْنَ بَتَتْ يَدُهُ bətə feili qəsd ondan gecələməkdir. Ona görə məğribdən sonra, baxmayaq biz gecə deyirik, yəni gündüz demirik, gecə deyirik. Gecə, gündüz odur ki, məsələn, gündüz kimsə qalülə eləyirsə, bu da yatmaqdır. Lakin gecə yuxusu deyil, bu gündüz yatmağıdır. Gecə yatmağı deyəndə isə gecələməklə, qəsd ondan gecələməkdir. Ona görə düşünürəm ki, daxil olmamalıdır. Lakin sənin sualı dəqiqləşdirərəm inşallah, baxaram dəqiq. İstəmirəm beləncə cavab verəm. Dəqiq baxaram, sənə cavab verəm inşallah. Ona deyim ki, deməli, bu 2 güllə miqdarında ixtilaf var. O da ondan irəli gəlir ki, bu güllə xüsusi növ qabdır. Bu güllələrin ölçüsündə müasir zamanımızda ixtilaf edilib ki, bu güllələr nə qədər tutub. Təxminən, amma deyə bilərik ki, bu 200 litr civarındadır. Bəziləri deyir ki, bu 203 litrdir, digərləri deyir 193 litrdir. Yəni, o ətrafdadır. Və onu da deyim ki, bu təhdid ilə deyil, təqribəndir. Təqribən, təhdid ilə yox, təqribəndir. Əgər səndə qəlbində artıq qalib-ı zənn varsa ki, bu su miqdarı çoxdursa, çox su sayılırsa, təxmin edirsən ki, bu 200 litrdən çoxdur və artıq bunu çox su kimi qəbul edirsənsə sən, o çox su hökmündədir. Çünki dediyimiz kimi müəyyən etmək mümkün deyildir ki, bu 2 güllə ilə olan su nədir? Bu, necə ki, səfərin məsafəsinə bərabərdir. Biz deyirik ki, məsələn, ki, səfərin məsafəsi bəzi deyir 83 km, bəzi 80 km falan. Yəni, bu təhdidlə deyil, təqribəndir. Əgər səndə qalib-ı zənn hasil oldusa ki, artıq sən uzun bir məsafəni qət edəcəksən, gedəcəyin məsafə, gedəcəyin yol, tutaq ki, deyək ki, 79 km-dir, 80 deyilsə, yenə də səfər sayıla bilər, yəni ora ilhaq edilə bilər ora. Bu təhdid ilə yox, təqribən deyilmiş şeylərdir, hökmlərdir. İnşallah arkadaşlar bununla kifayətlənək. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.
Bismillah və salatu və selamu alə Rasulillah. Fiqh dərsimizdə də biz sular bölümündə tahur olan suyu keçmişdik. Tahur olan suyu keçdik. Tahur olan əhkamlarını izah elədik. Orada da dayandıq. Bu səfər isə ikinci növbə keçəcək. Tahir olan su. Tahir olan su. Tahir olan suyu müəllif deyir ki, onu hədəsdən başqasında hədəsi qaldırmaq və xabəsi izalə etməkdən başqa şeylərdə istifadə etmək olar. Yəni, bu o deməkdir ki, bu suyu hədəsi qaldırmaqda istifadə etmək olmaz. Nə də ki, xabəsi aradan qaldırmaqda, xabəsi təmizləməkdə istifadə etmək olmaz. Yəni, o deməkdir ki, bu suyla sən nə dəst namaz ala bilərsən, ya da misal üçün istinca edə bilərsən. Nə dəst namaz almaq üzr istəyirəm, nə də istinca edə bilərsən. Yəni, olmaz. Bu suyla olmaz. Və tahir üçün deyirlər ki huvəl mə'u tahirun fi nəfsihi və qeyru mutahirun li qeyrihi. Yəni, özlüyündə təmiz olan, lakin başqasını təmizləməyən suya deyirlər. Və müəllif bunu deyir ki, dəst namaz, yəni hədəsi aradan qaldırmaqda və xabəti təmizləməkdə istifadə eləmək olmaz. Bu deməkdir ki, adət olan şeylərdə istifadə eləmək olar. Misal üçün, içmək olar. Çörək yemək bişirməkdə olar istifadə eləmək. Caizdir. Və müəllif məsələn, tahir olan suya misal verim. Misal başa düşəsiniz. Tahir olan suya həm də tutaq ki, bir soku götürüb sıxırıqsa əgər biz, və ya da bir qızılgülü götürüb sıxırıqsa, qızılgüldən əmələ gələn su, o da tahir olana daxildir. Yəni, onlarda istifadə eləmək olmaz. Həmçinin, burada misallar verəcək, tahir olan su odur ki, suya bir şey qatmışsansa, sən onu deməli, qaynatmışsansa və o su eləncə dəyişibsə olacaq, o da tahir olan suya aiddir. Və o da, deməli, bu növdür. Bu növ nədir? Dedi ki, hədəsi aradan qaldırmaz və xabəsi təmizləməz. Bir dəqiqə gözləyin, qardaşlar. Deməli, dedi ki, bu növ su nə hədəsi aradan qaldırır, nə də xabəsi. Nə hədəs, nə də xabəs. Lakin adət olan işlərdə istifadə eləmək olar. Və müəllif davam edir, deyir ki, وَهُوَ مَا تَغَيَّرَ كَثِيرٌ مِنْ لَوْنِهِ أَوْ تَعَمِهِ أَوْ رِيحِهِ. Bir şeyin tahir. O, yəni tahir olan su odur ki, rəngindən, dadından və ya qoxusundan, rəngindən və ya dadından və ya qoxusundan təmiz olan bir şey səbəbi ilə çoxca dəyişmiş şeydir. Ya, istəyirsiniz qeyd edin. Deməli, dadının və ya rənginin və ya qoxusunun təmiz olan bir şey səbəbi ilə çoxca dəyişmiş sudur. Buna tahir deyirlər. Buradan biz nəyi götürürük? Buradan biz onu götürürük ki, əgər azca dəyişərsə, bu su tahir olmaz, tahur olaraq qalar. Azca dəyişərsə, tahur olaraq qalar. Deməli, çox dəyişməsi şərtdir. Bu faydanı qeyd edin ki, unutmayasınız. Nə üçün belə deyirlər? Çünki şəriətdə Allah Teala bizə deməli, hədəs və xabəsi aradan qaldırmaq üçün, taharət üçün suyu nazil etdiyini buyurur. Su. Əgər bir suyun bu üç vəsfindən biri dəyişərsə, suyun üç vəsfindən biri dəyişərsə,
o qədər o dərəcədə ki, artıq biz ona su deyə bilmirik. Yalnız bir şeyi əlavə etməklə onu vəsf edirik. Misal üçün deyirik ki, tutaq ki, qızılgül atmışsan, qızılgüldə qaynayıb orada. Biz ona deyirik, bu qızılgül suyudur. Və yaxud da bir şey mərci atmışsan, qaynatmışsan, deyirik, mərci suyudur. Yəni, bu kimi vəsflər, yəni mutlaq olaraq yox, qeyd ilə zikr ediriksə, bu artıq su sayılmır. Çünki bu üç vəsfindən biri dəyişib. Rəngi, qoxusu və dadı. Rəngi, qoxusu, dadı. Və burada suyun çoxluğu ilə azlığı arasında fərq yoxdur. Burada suyun çoxluğu ilə azlığı arasında fərq yoxdur. İstər su az olsun, istər çox olsun. Bu üç vəsfindən biri dəyişərsə, o su tahir olur. Üç vəsfindən biri dəyişir, su tahir olur. Hətta suyun miqdarı çox olsa belə, bu üç şey vəsfindən biri dəyişərsə tahir olur. İzah edə bildimmi? Əgər izah edə bilmədimsə, yenə də saxlayıb, sual verib soruşa bilərsiniz və sualınızı da xahiş edirəm, səsli verin. Və müəllif davam edir ki, فَاِنْ زَالَ تَغَيُّرُهُ بِنَفْسِهِ عَادَ ilə tahuriyyətihi. Əgər dəyişiklik, suda olan dəyişiklik öz-özünə aradan qalxarsa, o zaman su təmizliyinə qayıdar, yəni tahur hökmünə qayıdar. Əgər sudakı dəyişiklik, məsələn, suyun tutaq ki, qoxusu dəyişmişdirsə, lakin sonradan təzədən qoxusu öz-özünə gedərsə, tərk edərsə, o zaman su təzədən əvvəlki kimi qayıdar tahuriyyətinə. Çünki suyu tahurluqdan çıxarıb tahir edən səbəb aradan qalxmış olur. Səbəbin aradan qalxması ilə də hökmün aradan qalxması lazımdır. Və müəllif davam edir, deyir ki, وَمِنَ الطَّاهِرِ tahir olan sudan مَا كَانَ قَلِيلًا وَاسْتُعْمِلَ فِي رَفْعِ حَدَثِ. Və burada xüsusi bir növü qeyd edir. Tahir olan suya həmçinin aiddir ki, qalil olan, indi burada bayaq qardaşın zikr edir, işarə elədiyinə gəlsin, qalil olan, yəni az olan isə o deməkdir ki, burada qəsd olan 2 qüllədən az miqdarı. Az olan وَاسْتُعْمِلَ فِي رَفْعِ حَدَثِ. Hədəfin aradan qaldırılmasında istifadə edilmiş sudur. Yəni, bir su ilə sən dəstəmaz almışsansa və yaxud da qüsl almışsansa, o su nə olur? Tahur hökmündən keçir tahir hökmünə. Misal üçün, az bir miqdar sudur və sonra ora içinə girib dalırsan içinə və orada tutaq ki, qüsl alırsan. Bu su artıq nə olur? Əgər o sudan sən ayrıldınsa, çıxdınsa, o su nə olur? O su olur tahir. Tahuriyyətini itirir o su. Olur tahir. Lakin burada alimlər bir şeyə diqqət çəkirlər və deyirlər ki, fi qeyri məhəlli tathir. Yəni, məsələn, tutaq ki, sən dəstəmaz alırsansa, dəstəmaz alanda dəstəmaz tökürsən, tutaq ki, qolunun üstünə. Qolunun üstündə yuyanda, o su nə qədər ki, sənin qolunun üstündə də o su tahur olaraq qalır. Baxmayaq ki, o su hələ də, məsələn ki, bir neçə saniyə sənin qolunun üstünədir. O su tahur olaraq qalır. Nə qədər ki, qolunun üstündə tərəddüd eləyir o, tahur olaraq qalır. Ayrıldı mı, qolundan ayrıldı mı və bu mən qəsdim odur ki, birinci dəfə yumanı deyirəm, birinci dəfə yumanı. Çünki hədəsi qaldıran birinci dəfə yuduğundur. İkincisi, üçüncüsü sünnətdir, onlar hədəsi qaldırmır, lakin sünnətdir. Aydındır, izah edə bilirəm, yoxsa yox. Əgər nəsə qaranlıq qalırsa, çünki bu məsələnin bu hissələri biraz xüsusi diqqət tələb edir. Çox qardaşda ola bilər ki, nələrsə başa düşməsinlər. Əgər sən 20 sənsə kiçik olan az miqdarda suya
orada qusul almısansa, çıxmısansa oradan, o su artıq tahuriyyətini itirir. Su tahuriyyətini itirir. Və lakin bu oradan başa düşürük ki biz, əgər su çoxdursa, sən ona girib əgər qusul alırsansa, bu tahuriyyətini itirmiş sayılmaz. Çünki biz dedik ki, burada müəllif qeyd eləyir və deyir ki, su əgər azdırsa, deməli çox olarsa, heç bir təsiri olmaz. Həmçinin burada həm böyük hadəsi aradan qaldırmaq və kiçik hadəsi aradan qaldırmaq, bir də ölünü yumaq da bura aiddir. Qeyd edin, ölünü yumaq da bura aiddir. Eləcə də ölünü də yuyarsansa, ya ölünü bir suya daxil edib, yəni kiçik az miqdarda suya daxil edib, orada yuyarsansa, o suda tahuriyyətini itirmiş olur. Və təbii ki, bütün bunların hamısının məzhəb daxilində dəlilləri vardır. Və qeyd edin ki, su yalnız hədəsi arada qaldırmaq üçün yuyub istifadə edildikdən sonra, yəni əgər əzadan ayrılarsa, onda artıq tahir olur. Ayrılmadan əvvəl hələ də tahur olaraq qalır. Buradan həm də başa düşürük ki, əgər az miqdarda su, yəni qalil olan, az miqdar olan su, müstəhəb olan dəstəmazlarda istifadə olunarsa, məsələn, müstəhəb olan və yaxud da cümə qüslunda istifadə olunarsa, bu nədir? Tahuriyyətini itirmir. Çünki biz dedik ki, raf'ul hədəsdə istifadə olunması lazımdır. Yəni, hədəsi arada qaldıracaq şəkildə istifadə edilməsi lazımdır. Misal üçün, sən əgər dəstəmaz alırsansa, ikinci və üçüncü qaslədə, yumaqda istifadə edirsənsə, oradan qolundan axan su hələ də tahur olaraq qalır. Tahir deyildir. Yaxud da dəstəmazı təzəliyirsənsə, hələ də həmin su nə olur? Tahur olaraq qalır. Tahuriyyəti o sudan ayrılıb getmir. Deməli, onu da qeyd edeyim. Teymur qardaş soruşur, deyir, lakin məkruhdur. Deməli, burada bir fayda zikr edəcəm sizə. Bu məsələdə biz daha dərsimizin müqəddiməsində başlayanda biz demişdik ki, məzhəbdə möhtəməd kitablar 2 kitabdır, ən möhtəməd. Əl-Həccavunə Əl-İqna kitabı, bir də Əl-Fətuhinin Muntəhə Əl-İradət kitabı. Deməli, Muntəhə Əl-İradət kitabında, həmçinin Əl-Mərdavinin Ət-Tənqih kitabında, həmçinin Əl-İnsaf kitabında və İbn Teymiyyə tələbəsi İbn Muflihin Əl-Furu kitabında, bu İbn Muflihin nəvəsi Bədruddin İbn Muflihin Əl-Mubdi kitabında, bu kitabların heç birində demir ki, bu su məkruhdur, demir. Bu kitabların zahirindən başa düşülür ki, bu suyun, yəni qəsdim ondadır ki, bu qardaşın verdiyi sual, yəni əgər müstəhəb olan taharətdə istifadə olunubsa, əgər bu su, tahur olan su, müstəhəb olan taharətdə istifadə olunubsa, tahuriyyətini itirmir. Və dediyim bu kitablarda qeyd eləmirlər ki, bu sudan istifadə eləmək məkruhdur. Bir dənə Əl-Həccavi Əl-İqna kitabında açıq-aşkar deyir ki, bu sudan istifadə eləmək məkruhdur. Alimlərdə qayda budur ki, əgər aşkar sözlə zənni bir söz ziddiyyət təşkil edərsə, aşkar sözə üstünlük verilir. Baxmayaraq ki, Əl-Muntəhə Əl-İqnadan daha möhtəməddir, lakin Əl-Muntəhənin zahiri bunun məkruh olmamasını tələb edirsə, Əl-İqna kitabının aşkar ləfzi bunun məkruh olmasını tələb edir. Ona görə aşkar ləfz zahir olana deməli, daha üstündür, ona görə aşkar ləfzə üstünlük verilir. Bu fayda olaraq bunu sadəcə olaraq başa düşün ki, kitablarla müamilə etməyin də öz metodları vardır.
Və deməli bu dediyimiz kimi tahirin növlərindən biri idi. Başqa bir növü də deyir ki, müəllif başqa növdə deyir ki, əv və yaxud yəni yeni bir növdür ki, əv inqaməsət fihi kullu yedil muslimiyəl mükəlləf ən-naim leylən nəvmən yanqudul vudu'a qablə qaslihə thəlâthən bi niyyətin və təsmiyyətin və zəlikə vacib. İkinci hal isə odur ki, mükəlləf müsəlmanın əlinin əlinin tamamının gecə dəstəmazı pozacaq şəkildə yatdıqdan sonra o əli 3 dəfə niyyət və təsmiyə ilə yumadan əvvəl suya daxil etməsidir. İndi bu biraz qəliz oldu, lakin izah edəcəm. Bir nöqtə qeyd edin ki, başa düşəsiniz. Birincisi, biz bu cümlənin axırından başlayaq. Gecə yatan müsəlman, dəstəmazı pozacaq şəkildə yatan, yuxuya gedən müsəlman. Ona səhər duranda məzhəbin görüşünə görə əllərini niyyət və bəsmələ gətirərək yuması və 3 dəfə yuması vacibdir. Qeyd edin, yuxudan duran, gecə yuxusundan duran müsəlmanın səhər durduqda birinci olaraq əllərini 3 dəfə niyyət və bəsmələ gətirərək yuması vacibdir. Və qeyd edin ki, əgər bəsmələni bu zaman yuyarsa, bu niyyətlə yuyarsa, lakin bəsmələni unudarsa, o zaman bəsmələ hökmündən düşür. Yəni, yuyub qutarından sonra yadına düşərsə ki, bəsmələ demədi, zərəri yoxdur. Səhihlik keçərlidir. Lakin niyyəti olması şərtdir. Yəni, gələrsə, o niyyəti olmadan sadəcə olaraq vərdiş elədiyi üçün götürüb 3 dəfə yuyarsa, sayılmaz. Gərək mütləq təzədən niyyət gətirsin və niyyəti olsun ki, gecə yatdığı yuxudan oyandığı üçün əlini yuyur. Bu niyyəti ürəyindən keçirməlidir. Və deyir ki, müəllif deyir ki, əgər yuxudan oyanarsa, bunun şərtləri var. Birincisi, yuxu gecə yuxusu olmalıdır. Qeyd edin, yuxu gecə yuxusu olmalıdır. 1. İkincisi, dəstəmazını pozacaq qədər olmalıdır yuxu. Dəstəmazını pozacaq qədər olmalıdır yuxu. Əgər az da yatsa, az da yuxuya getsə, az da tez də oyansa, bu dəstəmazı pozmaz. Üçüncüsü, müsəlman olması gərəkdir. Kafir aid deyil bu. Dördüncüsü, mükəlləf olması gərəkdir. Dördüncüsü, mükəlləf olması gərəkdir. Beşincisi, əl olmalıdır. Ayağı salsa, dəxli yoxdur. Ayağı yox, əli olmalıdır. Əl deyəndə də barmaqlardan biləyə qədər olan hissədir. Onu qeyd edin ki, şəriətdə əgər əl deyilirsə, yəd deyilirsə, bu başa düşülür. Barmaqlardan biləyə qədər olan hissə başa düşülür. Və neçənci şərt oldu bu? Daha bir şərt gelin ki, əl tamamilə girmiş olması gərəkdir. Əlin əgər bir hissəsi girərsə, sonra tez yadına salarsa, çıxardarsa, bu pozulmuş saymaz. Suyun tahuriyyətinə zərəri yoxdur. Suyun tahuriyyətinə zərəri olmaz. Və qeyd elədim ki, bunun əli 3 dəfə niyyət və təsmiyə ilə, yəni bəsmələ ilə yumadan qabaq edilməsi halında keçərlidir. Əgər səhərsə durarsa, 3 dəfə niyyət ilə və bəsmələ çəkərək əllərini yuyarsa, ondan sonra suya batırarsa əlini, bu suya heç bir təsiri olmaz.
su tahur olarak qalar. Su tahur olarak qalar. Və qeyd edeyim ki, bu məsələ məzhəbin mufradatlarındandır. O demək ki, yalnız Həmbəli məzhəbində hökm belədir. Qalan digər məzhəblərdə belə deyildir. Səbəbi də ondadır ki, bu barədə gəlmiş hədis İmam Əhmədə görə təabbudidir. Yəni, hökmün illəti bilinmir. Biz əql eləyə bilmirik hökmün illətini. Çünki İmam Əhməd deyir ki, əgər insan gecə yatarkən əllərini bağlamış olsaq belə, yenə də hökm keçərlidir. Yenə də hökm keçərlidir. Yəni, bu, İmam Əhmədə görə bu, insanın yatarkən əlini harasına aparıb qaşıması ilə bağlı deyil. Yəni, əlinə qan və yaxud da nəcis falan bulanma ehtimalına görə deyildir İmam Əhmədə görə. İmam Əhmədə görə bu hökm təabbudidir. Hökm təabbudi olduğu üçün İmam Əhməd deyib ki, su tahuriyyətini pozar. Çünki qayda budur ki, ən-nəhi yəqtədi əl-fəsad. Nəhi, qadağa, fəsad, bir şeyin fasid olmasını tələb edir. Yəni, əgər suya əli salmağı qadağan edirsə, deməli, o suya bir təsirinin olmasına görə qadağan edir. Ona görə İmam Əhməd deyib ki, təsiri burada o ola bilər ki, tahur olan suyu tahirə çevirir. Əgər desəydik ki, bu hökmün illəti İmam Əşşafinin dediyi kimi, İmam Əşşafi deyir ki, Hicaz bölgəsində havalar çox isti olardı və orada su az olduğu üçün insanlar deməli, isticmar edərdilər. Yəni, istincə su ilə yox, daşla və yaxud da bu növ qəbildən olan şeylərlə edərdilər və bilirik ki, sudan fərqli olaraq daş həmin yeri, yəni insanın arxa hissəsini nəcasəti tam təmizləmir. O nəcasətin qalıqları qalır, quruyur. Və deyir ki, İmam Əşşafi deyir ki, gecələr yatdıqda ola bilsin ki, insan tərliyir, isti olur və əlin bir xəbəri olmur, qaşıyla ora-bura vurur və əlin nəcasəti bulaşır. Və əlini suya sala bilər və su da pozula bilər. Lakin əgər hökmün illəti budursa, o zaman əli əgər bağlı yatsa o, səhərsi durub əlimizi sala bilərik. Peyğəmbərin sallallahu aleyhi ve sellem hədisi isə mütləq ləfzlə gəldiyi üçün, çünki deyir, bilmir, əli harada yazıb. Deməli, bəzi alimlər deyir ki, burada məqsəd sadəcə o deyildir. İbn Teymiyyə deyib ki, burada qəsd odur ki, şeytan əli ilə oynayır onun gecə. Yəni, izahlar çoxdur, bu məsələyə toxunmaq istəmirəm. Lakin qəsd ondadır ki, bu məsələnin məzhəbdəki hökmü sırf məzhəbə xasdır. Cümhur uləma buna görə şey eləməyiblər. Yəni, hökmün suyun tahuriyyətini alıb götürməyiblər sudan. Və deməli, bu oldu tahir olan suyun növlərindən biridir. Və yenə danışdıq, dedi ki, əgər durarsa və səhər gecə yuxusundan durarsa, o zaman nə eləməsi vacibdir? Əllərini 3 dəfə yuması vacibdir. Və sonra müəllif keçir 3-cü növ sudan danışır, deyir ki, əthəlisu nəcəsun, nəcəs olan sudan danışır. Və nəcəs olan suyu deyir ki, yəhrumu istəməluhu illə li daruratin. Yalnız zərurətdə istifadəsi caizdir. İstifadəsi ümumiyyətlə caiz deyilir. Yalnız zərurətdə caizdir. Və la yərfəul hədəsə və la yuzilul xabəsə. Hədəsi aradan qaldırmaz və xabəsi təmizləməz, götürülməz. Deməli, bu üçüncü növdür. Və nəcəs olan su, yəni əl-mutanəcis. Yəni, o deməkdir ki, tənəccüs olmuş, murdarlanmış sudur. Və Əl-Muntəhə kitabında bu növ su iki yerə ayrılır. Birincisi, deməli,
3 vəsfindən biri, birinci növ yazın, 3 vəsfindən biri qarışmaq və yaxud da bir şeyin yanında olması səbəbilə çox və yaxud da az miqdarda dəyişməsi iləndir. Tahir olan suda dedi ki, az miqdarda təmiz olan şey səbəbi ilə dəyişməsi təsir eləməz. Lakin burada elə deyildir. Burada nəcis olan bir şeyin səbəbi ilə, murdar, yəni nəcis olan, yəni sidik, ifrazatlar, qan, bu kimi şeylər və yaxud da şərab, bu kimi şeylərin səbəbi ilə 3 vəsfindən birini az və yaxud da çox dəyişərsə, deməli, nədir bu? Bu iki növdən biridir. İkinci növ isə odur ki, az miqdarda suya, yəni birinci növdə suda fərq eləmir, az və ya çox suda da olsa, yəni 3 vəsfindən biri nəcis olan bir şeylə az və ya da çox olaraq dəyişərsə, o su, o da nəcis sayılır. Tutaq ki, 2 güllədən çox sudursa, həmin su bir kimsə gəlib ora işiyirsə, tutaq ki, ona görə onun dadı və yaxud da rəngi və yaxud da qoxusu, suyun qoxusu dəyişirsə, azca da dəyişmiş olsa, deməli bu su nəcis su sayılır. İkincisi isə 2 güllədən az miqdarda olan suya nəcisin düşməsi, hətta vəsflərindən biri dəyişməmiş olsa belə, aydındır, başa sala bildim yoxsa yox? Başa sala bildim yoxsa yox? Sonra devam edir ki وَهُوَ مَا وَقَعَتْ فِيهِ نَجَاسَةٌ وَهُوَ قَلِيلٌ. Yəni keçir növlərini deyir. Biz artıq bunu qısa olaraq 2 növdə zikr elədik. O müəllif burada onları bir sayır. Deyir ki, az miqdar olan suya nəcasətin düşdüyü sudur. Yəni, az miqdarda suya nəcasət düşərsə fərqi yoxdur. Dəyişdi, dəyişmədi, o nəcis sayılır. اَوْ كَانَ كَثِيرًا وَتَغَيَّرَ بِهَا أَحَدُ أَوْصَافِهِ. Və yaxud da su çox olarsa, su yəni 2 güllədən çoxdursa, o 3 vəsfindən, yəni nəcasət səbəbi ilə 3 vəsfindən biri dəyişmiş olarsa, deməli bu 2 növü qeyd elədik. Bununla inşallah kifayətlənək. Allah'ın izni ilə gələn dərsimizdə bu barədə daha geniş ətraflı izahat verəcək. Çünki artıq bu dərs üçün ayırdığımız vaxtın keçdiyini görürəm. Əgər suallarınız varsa, qardaş da suallarınızı verin. Və suallarınızı səsli verin. Suallarınızı səsli verin inşallah. Bəli, qardaş. Deməli, burada yazdığım kimi, əgər misal üçün bir qabda az miqdarda su olarsa, o qabdan istifadə edin, qıraqda amma yuyarsa, dəstəmaz alarsa, tam şəkildə. O qabda qalan su sahib hökmünə düşür, yoxsa yalnızca əlindən tökülən su sahib hökmünə? Əgər qabdakı su hədəslisənsə sən, əgər qaba əliyi salırsansa, sən su götürürsənsə, əliyi salırsansa, yəni əzaları yuyursansa, o su da nə olur? Tahuriyyətini alır. Amma əgər bir qabla götürürsənsə, sən qıraqda tökürsən, yuyursansa, o zaman o götürdüyün qabın içindəki su, hansı ki əzalarından ayrılır, o su tahuriyyətini itirmiş olur. Çünki sən əgər əliyi salırsansa suya,
yuyursansa, yəni 50 saat suyu götürürsənsə suyu, həmin su elə bir ki, bir növ 50 saldığın qabdakı suda əzarların yuyulmasında iştirak edir. Ona görə tahuriyyətin yedir. Amma ona toxunmadan sadəcə o qabla götürürsənsə, qıraqda tökürsənsə əzarların üstünə, o qırağı tökürsən, tutaq ki suyu, altda da bir ləyən qoymusan. Və su əlindən axırsa, tökülürsə ləyənin içinə, o su təmiz su sayılır. Təmiz, yəni tahir olan sudur, tahur deyildir. Aydındır? Hə. Arkadaşlar, sual verin ben. Ki tahur olan suyun necip olması, çok miktarda yalnız dersinden bir değişmek olmalı. Yani değişmese olur. Bir de az miktarda olanda ise yalnız dersi yoksa yani dersinden bir değişmesi necip. Nəcis olan su əgər miqdarı azsa, ora nəcis düşübsə, heç onun nəcasəti sən görməsən gözünlə belə, gözünlə görməsən belə. Lakin bilirsən ki, ora nəcasət düşüb. Bilirsən ki, ora nəcasət düşüb, o su nəcis sayılır. Orada 3 vəsifdən birinin dəyişməsi şərt deyildir. 3 vəsifdən birinin dəyişməsi şərt deyildir, az miqdarda olan suda. Lakin çox miqdarda, su çox miqdardadırsa, o suda artıq 3 vəsifdən birinin dəyişməsi şərtdir. Bəli, Teymur qardaş. Deməli, biz dedik ki, mükəlləf müsəlmanın gecə yatdığı müddətdə namazı pozulacaq, suallərini suya daxil edərsə, o deməkdə gedər. Burada gecə ilə qəsd olunan yenə də məğribdən fəcrin girməyinə qədərdir. Hə, məğribdən... Məğribdən sonra yatarsa, işaya qədər durarsa, yenə də həmin hükümdür. Əgər hədisin şərhinə görə فَإِنَّهُ لَا يَدْرِي أَيْنَ بَتَتْ يَدُهُ بَتَ feili qəsd ondan gecələməkdir. Ona görə məğribdən sonra, baxmayaq biz gecə deyirik, yəni gündüz demirik, gecə deyirik. Gecə, gündüz odur ki, məsələn, gündüz kimsə qalülə eləyirsə, bu da yatmaqdır. Lakin gecə yuxusu deyil, bu gündüz yatmağıdır. Gecə yatmağı deyəndə isə gecələməklə, qəsd ondan gecələməkdir. Ona görə düşünürəm ki, daxil olmamalıdır. Lakin sənin sualı dəqiqləşdirərəm inşallah, baxaram dəqiq. İstəmirəm beləncə cavab verəm. Dəqiq baxaram, sənə cavab verəm inşallah. Ona deyim ki, deməli, bu 2 güllə miqdarında ixtilaf var. O da ondan irəli gəlir ki, bu güllə xüsusi növ qabdır. Bu güllələrin ölçüsündə müasir zamanımızda ixtilaf edilib ki, bu güllələr nə qədər tutub. Təxminən, amma deyə bilərik ki, bu 200 litr civarındadır. Bəziləri deyir ki, bu 203 litrdir, digərləri deyir 193 litrdir. Yəni, o ətrafdadır. Və onu da deyim ki, bu təhdid ilə deyil, təqribəndir. Təqribən, təhdid ilə yox, təqribəndir. Əgər səndə qəlbində artıq qalib-ı zənn varsa ki, bu su miqdarı çoxdursa, çox su sayılırsa, təxminən bizən ki, bu 200 litrdən çoxdur və artıq bunu çox su kimi qəbul edirsənsə sən, o çox su hökmündədir. Çünki dediyimiz kimi müəyyən etmək mümkün deyildir ki, bu 2 güllə ilə olan su nədir? Bu, necə ki, səfərin məsafəsinə bərabərdir. Biz deyirik ki, məsələn, tutaq ki, səfərin məsafəsi bəzi 83 km, bəzi 80 km falan. Yəni, bu təhdidlə deyil, təqribəndir. Əgər səndə qalib-ı zənn hasil oldusa ki, artıq sən uzun bu məsafəni qət edəcəksənsə, tutaq gedəcəyin məsafə, gedəcəyin yol, tutaq ki, deyək ki, 79 km-dir, 80 deyilsə, yenə də səfər sayıla bilər, yəni ora ilhaq edilə bilər ora. Bu təhdid ilə yox, təqribən deyilmiş şeylərdir, hökmlərdir. İnşallah arkadaşlar bunda kifayətlənək. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.